Necəsiz arkadaşlar? Ne var ne yok. Deməli bugün toydayıq. Bilirsiniz ki. Bacımızı buradan görmürsünüz bilmirəm ama gözümdə linza var. Makyajımı, saçımı özüm eləyəcəm. Ona görə də tez bazar dedim Alisa'nın yeməyini pişirim. Alisa'nın gün orta yeməyini yedizdirdim. Ama akşama yeməyi yoxdur. Ona görə dedim əsas övladımdır. Onun yeməyini pişirim. Mama dünənləri pişirmişdi ama demiştim, tapşırmışdım ki az pişirsin. Çünkü demiştim de size Alisa'ya çoğundurulu yemek pişireceğim, su pişireceğim bu sefer. Ona göre şey elədim, yani yemeğini de özüm pişirirəm. İndi hal-hazırda soğandır, köktür, toyuğun, həyat toyuğunun qanadı ilə bududur. Koymuşam kızarmağa. İndi pidamcı deyəndə yani bu şeyden de, bunun adı ne lazım? Çuğundurdan katacağım. Geçen bunu soyun. İnşallah tırnaklarım kırmızı olmaz. Çuğundurlu yemek birinci defa deyirəm. Ona göre bir dənəsini katacağım. Birdən deyirəm yeməz. Yeməyin tamını dəyişəcək. Bacana göre tam bilmirəm. Toyumuz var. Mamajı hazırlaşıb. Uy, əllərimizi qızardı bacı. Görəcəyini işləyərdim. Az əllərimiz hastasını üstümüzdə olur. Çuğundurun ləkəsi nəyləsə gedir bacı. Yoxsa getmir. Az əllərim qızardı. Bu nətə doğruyum. Belə kvadrat doğruyuram. Tacir hamamda hal-hazırda deyir ki, nəyimizsə axır. Nəyimiz axır bilmirəm. Eş nəysə batsın da, eş olmaz. Paltarım zaten hamısı hazırdır. Sadəcə olaraq qalıb mənim makyajım, saçım. Hayır can. Yemişsən? Bugün Alisa'nı da paracıyıqdır, bilirsiniz. Ona göre indi Alisa gidip yatacaq, hə? Yatacaq ki, toya geçen hazırlatsın, hə? Kızım. Hə? Evet arkadaşlar. Çoğunluğunu da attım. Geçen bunları böyle soğanda biraz qovururam. Qovurandan sonra şey vuracağım. Suyunu katacağım. İndi kartof zat katacağım buna birazdan. Bir de köpüldüm ama. Gel orada bak ye. Bağlandı televizorun. Koyun kızlar gidip Alisa'nın televizorunu koşup gelelim. Gözleyin. Hə kızlar. İndi bunları yiyeceğim. Evde bugün işim yoktu. İşim demək olar ki heç yoxdur. Yox, mənə lazımdır. Bunu yuxarı koyacağım. Yemək yeməliyik, özümüz yemək yeməmişik. İstəyirəm tacir Alisa'nı yatızdırsın. Ondan sonra yemək yiyək. Şey yiyək. Bunu geçen bol tərəvəz verirəm kızlar. Bak kök katmışam, biber katmışam, sarımsaq, çuğundur, soğan, toyuq. İndi kartuşka vuracağım biraz. Kartuşkanı da çok az vurmaq istəyirəm. Çok vurmaq istəmirəm. Gözləyin. Arkadaşlar, Alisa'nın yeməğini koydum pişməyə. Alisa yıxıldı. Ola bilsin ki, hiç mən toya getmədim. İndi dursun, vəziyyətə baxacağıq. Çünki alnıyım burası dəydi, qapıya dəydi. Şeydi, burası biraz çapıq düşdü, biraz da şey şişdi. İndi gözləyirəm, yatışdırdım. Düz çətin yatdı, ağlaya-ağlaya yatdı. Gözləyirəm, dursun görək. Sakitləşsə aparacam. Səsə görə qorxuram, çünki biraz öcüdür. Qorxuram səsinə baş düşər, vapşe pis ağrıyar başı. Səsinə baş düşər? Başına səs düşər, mahnının səsi zadım. Ne səsinə baş düşər? İndi danışam mənim də. Sən mən köynəyimi geymişsən? Mən də sən köynəyimi geymişəm. Mən də bir adına köynəyi axtarıram. Əlimin altına keçdirəcəyim. Uşağımıza gözləyib. Bu da mən soxuzaqda belli sənin gözündə uşağa dəyən. Mənim gözüm niyə dəyişmiş ona? Mən nə dedim ki, ona mənim gözümdə dəyişsin? Bir sözündə maşallah demədim və yaxdan qulaq asıram sana. Nə dedim ki? Nə danışırdım? Mənim qızımamızdan gözəl olacaq deyirsən. Mən onu mama görə deyirəm də. Deyirəm, yəni toyda hamımızdan qəşəng olacaq. Sən maşallah demirsən. Sən quzun nəyə gözəl də? Mən özdə o niyyətlə demədim. Dedim ki, yəni mamam orada bəzənirdi. Mən də qayıtdım dedim ki, qızım hamımızdan gözəl olacaq. Buna baxırsan. Hə, gözüm dəydi mənim. Çok da güzel, dünya güzeli kızım var arkadaşlar. Hiç
İnansız Alisa yıxıldı, özümün də həvəsim yoxdur getməyə. Uşağın başından travma aldı. Anası kimi başına xaram olacaq. Ağzımı da içi öldürür, sağlamı deyirtirlər. Ana axan. Ay Allah, ay Allah, öldürür arkadaşlar. Arkadaşlar, gönül çok isterdi ki makyajımı, saçımı sizlerle eləyim, amma maalesef ki eləyə bilmədim. Amma hazıram, belə bir kostyum giymişəm. Alisa da bir dənə çölə çıxağım, mama geri götürən gəlin bu tərəfə. Baxın qızıma. Qızıma bax. Qızımı görsünlər bu izləyicilər, nə qədər gözəl olub. Maşallah yazın qızlar, qızım yıxılıb, alın dağılıb. Amma gözəldir, o hər halilə gözəldir, hə? Saçını düzəldirəm, saçını yenə dağıdır. Hə, Maşa? Niyə belə eləmişsən saçını? Maşında düzəldirəm, belə dağıdır. Yaxşı. Ay, şükür Allaha çıxdıq evdən. Çox çətindir də, yəni uşaqla həqiqətən hazırlaşmaq çox çətindir. Əgər makyajı saçıb özünə yeyirsənsə, vəhşi çətindir. Hamısını özüm elədim deyə, necə elədim, nə cür elədim, onu Allah bilir, amma belə alındı. Qızlar, sadə bir şey elədim. Üzümü bu formada. Tam Nazlı xanım kimi eləyə bilməsəm. Gözdə, ağalama. Atasının yanındadır, məndən deyil bu arada xanımlar. İndi gedirik mamagili götürməyə. Məncə makyajım, mənə elə gəlir ki, göz üstümü çox abartmayan da makyajım qəşəng görsənir. Linza ilə isə tamamlanır deyə düşünürəm. Sizcə necədir? Ağzımın da içi yaradı. Çox istidir, tərləməkdən nifrət eləyirəm. Neyse. Gedək mamagili götürək. Mən də makyajımı özüm eləmişəm. Hə, qəşəngdir. Üstəkini çıxardasın da yəqin ki, oraya girəndə. Hə. Baba, keç otur qabaqlı. Sən o niyə? Gedireyim Allah. Nə bir köynək? Köynəyini yenirsən ki, baba? Saçın üstü batıb. Batıb? Niyə? Nə bilim nə Baba, keç qabağa, keç sən ala. Nəvə tut qucağında get. Bütün əsəblərim uyanıb mənim təmizlici. Arkadaşlar. Kim? Arkadaşlar gidiyoruz. Mamagili götürdük. Hoppa. Alice. Burada. Ne bileyim abi. Deyəsən buradan girmişdik biz. Həmin ki... Alice. Əmsin gördük. Ona Git gəlinlə, hələ gəlin qalmır mənə. Git gəlinlə gör. Bax, məni qılayan, uşaqla toya gəlməyin axı, bax. Qismət çayımızı yeyək. Bax, xahiş edirəm, pavarot o tərəfə döndərsən. Baxın, dönmə, hələ bura dönmə. Dönmə, qətiyyən, baxın, xiyar yer. Lazım idi, sən oturmuşdun da evdə uşaqla Lazım idi, sən qışlamadı bunu. Arkadaşlar, hələ Qəşək yiyib içməkdir. Salam. İmkan verir zıqqımlamaq. Bu ye də, sən bir işi qısına çəkəcəm, babi. Yedi baba. İşlərimi var. Yemin. Arkadaşlar, babam hep ders sözüdür. Ama taşıyamam. Taşıyan sözüdür. Çok değerli emeğiniz. Allah. Sen gerçekten elimle ben de yan buram. Bak da toy istedim. Gerçekten. Hizmet olsun inşallah. Anlatma, yiyorsa bağlı makyajını. Baba. Dayanız görünə qalacaq. Yox, qaqanına qalacaq. Baba da ancaq yiyirəm maşallah bayaqdan. Hər çəkəndə düşür də. Baba deyir, Yemirəm. toy yazdırmışam yeməliyə. Yere pişirendir, yere. Olmaz. Olmaz. Oluyor. Mamı yoktu hala. Oluyor. Arkadaşlar, Alice patladı patatesler.
uğurlu olsun sizlere. Her sanayileriniz var olsun. Değerli konuklarımız, hürmetli hanımlar ve beyler. Minnettarım size. Eviniz, geliniz buyursun. Öz kürsülerine zahmet olmasa. Maşallah konuklarımız çoktur. Herkes tabi söylemek istiyor. Güzel anda, güzel meydanda. Olan eline teşvik ediyor. Gidelim. Ali neyle de doyduğunu gitmesin. Ali. Baba arada aldık et de koydu. Yürüye koydu. Deməli arkadaşlar, toydan en birinci Alisa ilə mən çıxmışam. Biz evə gəldik. Papa gəldi, bizi düşdü, sonra qayıtdı toya. Taci də toydaydı, mahnı falan oxudu. Ona görə Alisa narahat idi deyə tez gətirdim. Çünki mən hər dəfə deyirəm ki, uşaq toyluq deyil. Çünki heç birimizi qoymadı orada oturmağa. Dedi ancaq çölə çıxaram da, yəni içəridə oturmaram. Həm də yıxılmışdı deyə düşünürdüm ki, başı səs götürməz. Ona görə götürdüm, gəldim evə. Taci də indi gəldi. Biz də gələn kimi ana bala ikimiz də. Taci ikimiz çinmiş yağı hamamda. Tuşu açdım. Girdim məndən suyun altına. Açdım ben al. Qızım, gedək mama ilə çinmək yenə. Çim eləmişsən. Ölür də çinmək üçün arkadaşlar. Ancaq deyir çimim. Sıraz da yeməyin yedizdirdim. Çimizdirəndən sonra yedizdirdim. Saçlarını qurutdum, saçlar yenə qalxdı. Durdu göydə. Mazı aldın Tacir mənə. Hanı? Orada. Durum ağzıma maz vurum arkadaşlar. Ağzımı öldürür. Deməli arkadaşlar. Tacir, Alisa bugün yıxılıb deyə. Alisa ağdaylı uşaqdır. Tez gezdirən uşaqdır da. Həqiqətən öz uşağım da dedirəm. Vallahi Allah bütün körpələri qorusun. Amma Alisa çox tez göz götürən uşaqdır. Dəhşət. Bizi çəklər bəni gözəm. Keçin bura görüm. Ona görə atasına deyirəm ki, həmişə qızıva dua elə. Çünki ataların duaları tutur. Ne güzel oldu ve bize. Ne geçen olmuş be biz. Belə şeylər eləyir. Belə şeylər eləyir. Sonra gəlir düşür canıma mənim. Takmırsan. Başımdakı broşka nədir Tacir? Bu dedi ata. Baxım görüm. Allah ne kadar güzeldiler bunlar. Maşallah. Maşallah. Model sen model. Modelim. Aşkım. Öyle. Sen güzelsin. Ay atanın cennetten payı. Ay atasının yüreği. Alice kızımdır, Alice kızımdır, fıstık kızımdır. Alisam. Tam. Korktum. Geç lan o tarafa değil. Ben şey yaptım. Ha, həmişə deyirəm ki, ataların duaları keçirlər. Qızım hər zaman dua elə. Düz deyirəm, səhv deyirəm, deyin düz deyirsən, yoxsa səhv deyirsən. Deyin mənə. Ben o gözler çatladım. Gözü beğen de gözü çıksın kızıma. Maşallah dünyanın kimlik olsun. Yazır sizə yorumlarda, ay görməmişlər, dünyada bir dənə uşaq sizdədir. Vallahi hər uşağı özünə əzizdir, vallahi billahi. Həqiqətən elədir ha. Mənim 27 yaşım var. Bu yaxlanın toyda... Ağam üçün məndən o yana heç kimi yoxdur. Bu yaxlanın toyda vallahi baba Ali öz evimi içir ha. Baba mənə deyir ki, deyirəm ki, baba Ali insanı heç kim öpməz. Əslində düşüncəsi olan insan uşağı pamadadan öpməz. Yəni mən
heç kimin uşağını indiyənə kimi, yəni belə öldüyüm uşaq belə oldu ki, dudağımda pomada oldu, heç vaxt o uşağı öpməmişəm. Ona bax gör nə? Alisanın bir nəfər bilmədi kimidi. Gəldim Mart belə öpdü üzündən. Alisanın üzündə pomada izi qaldı. Getdim sildim üzünü. Götürəndən. Papa mənə deyir ki, görməmişsən. Bir dənə uşaq elə bir səndədir. Amma inan ki, yəni o görməmişlik deyil də. Yəni nə bilim, mən görməmişlik bilmirəm. Amma bəli, mənim uşağım mənim üçün O nə idi? baş çatmır. Yəni neymiş? Mənim uşağım mənim üçün Olmaz, dünyaya o bəyərdir. Ömrüm ona qurbandır, canım ona qurbandır. Mənim ondan başqa kimim var? Atasının da həmçinin. Vallahi Üfürmə. neyir? Yandıram üfürür. Söndür. Söndürür də. Olmaz. Mən də qablarımı yiyim arkadaşlar. Yaxşı üfür, üfür. Elə. Alisan yüzü rahatım. Aferin. Üfür. Qəşəng söhbət eləyirdi ya, özdə sizlərə də maraqlı. Andıra qalsın, telefonumun yaddaşı da olub. 500, neçədir mənim telefonumun yaddaşı? 512. 512 yaddaş olub, adı telefon da ona. Vallahi billahi dəhşətdir. Nəysə, nə danışmışdıq? Mama ilə gedəcəyimiz yeri danışırdıq. Ki, hara gedirik oranı. Ki, qəşəng bir yerdir. Kakraz özdə məhərrəmli ayına düşür, gözəl bir aya düşür. Yəni belə əyləncəli falan bir yerə gedirik. Gözəldə nəsə yanmaq istəmir. Qəşəng bir yerə gedirik. Tacı da orada əlləşir vuruşu şeylə, üzərliklə. Yandıran mısırsa yandırma, çəkil tutayım. Mən şu bildim, pambıq lazımdır. Bir dənə donmasın ha, hə? Pambıqla əllə olacaq. Arkadaşlar, nə qədər paltarımız var, vallahi. İndi düz 2 maşın kodlayacağım dalbadan. Birini kodladım, indi qaralar idi. Bir yaxda o çəkə elə bildim çəkirsən, mən çəkmirmiş. Sabah çox qəşəng yerə gedirik tacirlə. Sabahki vlogumuzda sizlərlə bölüşəcəyik. Alisa'ya mamaya verərik, değil mi? 100%. Yox, Ali sana aparmaq fikrim var. Həkimə apararıq. Hə, inşallah. Ondan sonra veririk anava. Görsən neyini? Çıx buradan çölə. Çıx buradan çölə. Sən onun axşamdan çeşirlərini hazırla. Aşkım, olmazsa qurban olun. Çıx çölə. Niyə? Şey, Siləkdə buralarda. analizləri üçün. De buraları sil. Al, sil. Mənim o çapalarımı gedib paltarları yığım gətirim arkadaşlar. Siz biraz tacirlə burada oyalanın. Tacir sən danış. Yolmur, bu nə? Nə haqqa verirsən orada denə. Tacir, mənim kosmetikalarım. Uşağın əlinin altına qoymuşsan, bilmədin. Tacir, sən uşağı sənə qazdım, sən də uşağına. Bəs bilim Tacir. Tacir, tacir iş başına. Sebederime kıra destebereta. Sen niye öpürürsün? Ne? Şeyləri eləyirəm də, rituallar. Sende mi here de bestaste. Rebastesta. Paltarımız varmış. Sebastian Torto. MDBRMTC. Hadi. İndi mən mama ilə gedəcəm bir gün. Ha. 2 gündə praktik. Ha. Sən baxa bilərsən Alisaya. Çox güman ki, nənəyə müraciət eləyəcəm. Kimə? Nənəyə. Mən nənə demirəm. Müdürlə nənə də, yəni. Çünki mənim hər an özüm bilsən də tikan üstündəyim. Sənə mən demirəm, Hə. xəyaliyə də deyə bilərəm, gələ bilər. Yəni də itaatdarım. Mən olsa sizə yeməyə etibar edəmirəm, siz çünki mənim uşağımı yedizdirə bilmərsiniz. Məsələn, sən onun ata yeməyi verirəm mən. Nə yeməyi verirsən? Ata yeməyi. Yox, bir. Ay, Tacı, evdə kamar var. O şeydən biraz yandır. Arkadaşlar, gedim qaralarımı sərim. Açmışıq ki, yana. Mənim nə qədər qara paltarlarım çıxıb. Bu səfər Alisa burada işləyirdi. Hamısı tacirdir. Yəni, bunlar tacirdir. Tacirin başını quruladığı dəsmallardır. Nə varsa hamısı tacirə aiddir. Dəsmalı da bir dəfə baş qurulanırsa, o dəsmal mütləq şəkildəki yuyulmalıdır. Başqa variantım yox. Balkonumuz optionda bir sözlə. Gələndən bu balkon bircə gün boş qalmıyor və maşallah. Aynen. Aynen. Bəs sən falan məşqdə deyilsən, Tacir? Məşqdəyəm. Neçədə? Gün orta gedərəm də.
Akşam gedərsən lap. Alisa, bax görürsən gəlirəm, mənə musallat olur da, yəni bu uşaq. Cəbraf istə. Ayda təz işi var, işi götürüb gəlib üstünə. Təmizləyəcəyin də oralar, dəymə. Mən göndərmişəm. Təmizləməyəcək, vuracaq indi qara şalvarını da üstünə. Ağaracaq şalvarını, özü də kətanayı sevdiğim şalvarını. Gözəl, bizim üzərliyimiz oldu öyle. Hə? Benlik bir şey yoktu. Bizim üzərliyimiz oldu. Valla bizim üzerimiz oldu, mən o elə qəşin yandırıram ki. Sən onu yandıra bilmirsən. Bir yaxlarına tacıyla köynəklərimizi ta təşik giyinmişik arkadaşlar. O mən için giyinmişdim, mən də onun üçün. Sən mənim amca yandır bunu. Tacik ne yaptın ondan sonra uşağa, sən Allah. Dua oxuyun. Mən dua bilmirəm axı. Niyə bilmirsən? Denən ki, ürəyindən dua oxu da, nə alır kızım? Hə, elə şeylər, Hə. elə deyə bilirəm. Ayət və kürsünün zadması zadı, mən özüm oxuyuram. Mən onları bilmirəm. Mən onları oxuyuram da, sən onu dalmırlar. Mən şey bilirəm, yəni o Fatihə surəsində nədir onu? De görüm. Əuzubillahimineşşeytanirracim, Bismillahirrahmanirrahim, Maliki yevmiddin. Maliki yevmiddin yox. Hə. Bismillahirrahmanirrahim, elhamdülillahi rabbil alamin. Errahmanirrahim, Maliki yevmiddin. İyyəkə nəbiyyyə, iyyəkə nəstəyin. İhdina sıratal müstəqim, sıratal ləzîne ən'amte aleyhim, gayril məğdubi aleyhim vələddallin. Bismillahirrahmanirrahim. Qul huvallahu əhəd, Allahu səməd. Ləm yəlid və ləm yulad və ləm yekul lehu kufuven əhəd. Ne bilməsən ondan yaxşı. Əlin qaldı burada, əlini salıb qoy, əli qalıb burada. Bilməsən ondan yaxşı. Hə, çıxar döndür, çıx. Oy. Çox şeylərin yerində dəyişdin sən orada. Öyle mi? Alacağım. Uy, DNA qaldı burada, DNA. Ay, çıx buradan çölə, get kameranı o tərəfə çevirsən, ya söyle. Saxla onu, mən burada sənin sura material basın. Gəl bura, Alice. Ama, Alice, al telefonu tut. kim elədi bunu? Kızım. Sənə qurban olum. Bax, sonra mənim vlog çəkirəm. Deyirlər ki, bunu şkafın içinə göndərir. Hay bilmirlər ki, mənim evimdə bir qədər şey var. Ona bax, özdə şu şeyi sən çıxarı. Ay Allah, ay Allah. Kızım, niyə Alice. belə eləyirsən? Kim elədi? Ay Allah. Ay Allah, haram daşın sağını düşünəməm. Sən qurban olum məni. Sənin varlığın var ha. Mənim üçün sən nədir? Ana qalanlar. Vay! Sağlam ol. Ver. Önümdə qabağımda ver. Ay Allah, dərmanı qabıla bırak. Evi pis oslayacaqdım bu günlərim. Sabaha saxladım. Sabaha qalsın ha. Çünki Hamalı bu günlər mən elədim əsas. ama biz gelip çimdiye hanım bana. Olsun da daha quruyorum. Haydi. Alice için ilensin. Alice. Belə elə Alice. Alice, belə elə. Belə elə. Elə, sən qurban ol. Belə elə. Aferin. Görmüsən onu eləməyi gözlə. Münir. Deyirəm belə elə. Ha ben de yiyorum onu. Bunları kaçırayım. Alice hara getdi görsən? Yoktu ki Alisa. Hara gedib səncə? Yoktu gelip. Gizlenip. Ha Alice. Gizləndin? Bizim çox dəsmallarımızın çoxsu köhnəliyib arkadaşlar. Amma aralar atmıram. Bilirsiniz niyə? Çünki tacir başını quruluyur. Hər gün başını yumamış bir yerdən çıxmır da. Başını quruluyur. Ona görə dəsmallar zaten hər gün yuyulur deyə köhnəlir. Ona görə gözləyirəm ki o dilləri tam belə xaşlı çıxsın. Ondan sonra atım. Alice mamayı da elə. Belə elə mamayı da. Elə. Tam belə suyu çıxmam. Lazım deyil. Bax, bunları təzə almışam misal üçün. Bunlar təzədir. Ona görə bunlara qoymuram tacir başını qurulasın. Amma quruluyur. Görürəm mən. Kömək eləyir də qızım sənə. Lazım Nə deyil. eləyir ki? Əli Buna sənə mən bax. köməyin lazım deyil. Amma Buna bax, maşallah, eləmə, maşallah. bax. Bunları qıyacaq maması bax. Bunlar buranındır. Bax, bunlar buranındır maması. Hə, bunlar mamanındır. Azad. Görürsən. Nə deyirdin? Deyirəm ki,
idmana şeyi geyinmə. Nəyi? İdmana o göy dəsmalı götür. Göy Yaxşı. mavi olan o kişi üçün də ona apar. O Nə bizlərə fərqi var? aparmır. İkisi də Fərqini qurulanmaz. demirəm, yəni şeyləri aparma da. O bizlər ev dəsmalları, bunlar aparma bu da dəsmalı. Arkadaşlar, Yavaş yıxılarsan qızım. yenə şifanerim köçürür, Allah hamd olsun. Ali sana şifanerin nə xəbərim var? Sana şifanerim nə gündədir, Allah. Vay vay vay, mən bilmirəm. Bu gün yığılır səhər yox bürsün yenə eyni vəziyyət. Kiminiz baxımdan dağılır. Mən oradan retk paltar götürürəm göz. Cidden mənim maraqlıdır. Amma yenə də geyimdir də, bacılarımdır. Bəli. Bax, bu qədər geyimim var. Hər dəfə Tacirlə Nərgin davası edirəm Tacirdən. Necəyinə? Hə, harasa getmirik. Quran and olsun, orada elə yəni etiketi çıxmayan da var da bəlkə də. Hə, onu da düz deyir arkadaş. Deyə necəyinə? Hər gün onu harasa getmirik, misal üçün. Bütün bax, şifaneri tökürəm. Deyirəm nə geyimim? Mən amma şişəsi, şak. Hə, kişilərə nə var? Kişilərə Yıxılarsan Alice. Düş aşağı. bütün şifaneri tökəcəm. Neynirsən? Eşəcəm. Hara gedirsən? Baxacam. Ki mənim paltarım yoxdur. Hə, ötürsən oranı. Özümü Aferin. öldürəcəm. Oranı bağlayır ki, layla eləsin, bax gözəl. Hə, ağıllıdır da mən. Üçün bağlayıb və sən. Bir sənin qızın ağıllıdır, bir də mənim. Eşitdin səsi? Əslində buranı indi qattalamayacaqdım. Prosta dedim qattalayayım tay. Aradan çıxsın. Hə, sabaha çünki gedəcək yerdən. Dedim aradan çıxsın ki şey olsun. Bulaşıq paltarda heç bax çöldən gəlim, əynimi dəyişim. Skundonu atıram paltarıya maşına. İstəyir 5 dəqiqə də olsa geyinsəm atıram. Özümdən asılı deyil. Səbir söz deyim. Hə. Acımışam ya. Məzələnmir. Nə Vallahi. deyirsən? Azmışsansa yeməyimiz var da. Elə dedim ki, məzələnmə. Yeməyimiz elə bir yoxdur. Mən orada yemədim axı çox. Arkadaşlar, bir səs ki, niyə tərs üzümlə qoyursan, siz Allah nə olar, onu da söz eləməyin. Vallahi halım yoxdur. Hələ qatla verim, Allah'a da şükür edin. Vay etiket üstündə olan köynə. O qədər dedim ki, çıxdı qabağıma. Hə, valla bu, elə bilirəm ki, bir dənə şey eləsəm, qattalasam, yəni zaman ayırmış oluram. Ona görə qattalayam, olsa dağıdıram da, geyim götürəm də. Bunun təmizliğinə əlaqəsi yoxdur, vallahi bilirəm. Bacımızın təmizliyi, yəni göz önündə də deməyə ehtiyacıqdır. Bax, Düzünə təmiz. köynə almışam burada. Ali sana emin olar yox. Bir dəfə də olsun ki, hətta mənim uzun qol şeylərim var axı. Nələrin var? Uzun qol şeylərim, uzun boğaz şeylərim var da. Nə var. Göçmüş öyle, o bir dəfə geyinməmiş. O bir dəfə elə bil Alice'yə geyindir də Hər biri. rəngi də var ya, məndə bunun tacir. Ay Allah, mən də paltar axtaram evdən sonra çıxanda ki, mənim paltarım yoxdur. Nədir? Bu dördüncüdür bu, o nəticə ondan dadda alırsan. Bunda hər rəngi var. Qırmızısı, qarşısı, qarası, sinisi. Qıralıq var, baba. Bu da qara rəngi. Onun da qarası, qarşısı, göyü, bir də ağı. Sabah söz, sənə də bəhanədir də, hə, Tacir. Şu an mən dilindəki pulverin yoxdur. Bax, deyəsən deyil, o qədər paltarım var deməyə. 100% deyiləcək söz. Görürsən Tacir, bax sən... Düşün, mən videonu saxlamalıyam məcbur. Arkadaşlar, öz şifanerimi qattaladım. Düşünürəm ki, Alisa ilə Tacirinki də qalsın sabaha. Çünki sabaha zaten Tacirə bir-iki şeylər alacağıq. Sabaha zaten yəni işimiz var. Ona görə elə hamısını qalanlarını da sabah həll eləyərik deyə düşünürəm. Tacirin şkafını çünki sabah yeniləyəcəm. Tacirin yay paltarları hələ tam çıxmayıb. Tacirin heç nə demək olar ki, hər şey sıfır vəziyyətdədir bu dəqiqə. Ona görə sabahlarım onun şifanerini yeniləyəcək. Yaylarını çıxardacağım. Ayda Tacir, sən mən sabitqa deyəcəkdim ya Alisa'ya. Neyse, bura bir də mən bu dərmanı qoşum qızlar. Çünki kamar var evdə. Və adamı yiyir də bildiyiniz. Temamı qabağı təmizləyək.
Qızlar, Alisanı yatıstırmışam. Ağzımın içindən bu daktaz olmazdı nədir? Ondan vurmuşam. Biraz keydir, sonra yine biraz ağrıyır. İnşallah ki sabah keçib gedər. Sabah yox, büsünündə Xalilənin ad gündə Allah qoysa, sabahlarım dincəlmək istəyirəm. Tacirlə gedəcəyimiz yer var. Qəşəng bir alışveriş vlogumuz var. Onu sizlərlə bölüşəcəyik. Dəfələrlə deyirəm. Amma hər dəfə yorumlarda eyni sözü görürəm ki, hamı vloglarımızdan, hamı deyəndə, yəni bir çox insanlar narazıdır. O şəxslərə buradan üzümü tutub deyirəm. Narazısınızsa, bax 3 knopkanın üstünə basırsınız, atırsınız gizliyə, ümumiyyətlə kanalımdan da abunədən çıxırsınız. İzləməyin baca. Yəni ora yazınca ki, ayda sıxıldı, sıxıcı vlogdur. Ayda ev işindən başqa heç bir iş görmür. Ancaq mətbəxdə. Ay baca, bəyənmirsənsə baxma da. Niyə zamanını ayırıb sən ora kimi baxırsan ki, o yorumu da yazırsan. Məcbur deyilsiniz baxmağa. İnanın ki, məcbur deyilsiniz. Heç kim sizin başınıza silah dayanmır ki, gəl otur mənim kanalımda. Sizə xoş gəlmirsə, sıxıcı gəlirsə, baxmayın. Mən gündəlik həyatımı bölüşürəm. Maraqlı olanlar baxır. Baxmayanlar da, olmayanlar da ümumiyyətlə baxmasın. Bu arada izləyicilərim əlimi çox soruşub. Qızlar, əlim yanıb. Bağda olanda yanıb. Qızlarla bağa getmişdim, orada yanıb. Ölürəm qızlar ağzımın ağrısından vallahi. Öpürəm sizləri. Özünüzə yaxşı baxın inşallah. Hər şey yaxşı olmaq niyyəti ilə hər birimiz üçün. İnşallah ağzım sabaha sağalar. Bay bay.